Yəni bəzi insanlar bu dünyanı cənnət zənn edir. Bəzi insan elə bilir ki, bunu heç zaman başına bir bəla, müsibət gəlməyəcək. Ümumiyyətlə, müsibət, bəla, qəm, kədər anlayışını, məfhumunu dəyişdirmək lazımdır. Necə? Bir müsəlman bilməlidir ki, bax, bunu çoxları bilmir. 5 vaxt namaz qılıb bunu bilmir. Əfsuslar olsun. Çoxumuz bəlkə bunu bilmirik. Ona görə də qəm, kədərdən xilas ola bilmirik. Aləl-muslim ən yuqinə. Hər bir müsəlman yəqinlə bilməlidir ki, ennel ibtilaət min ni'amillah. Bəlalar, müsibətlər belə Allahın nemətidir. Buna nemət gözü ilə baxmadıqca insan qəm, kədərdən xilas ola bilməz. İnsan deyə bilər ki, necə ola bilər ki, imtihan, bəlalar nemətdir? Bəli, nemətdir. Allah Teala sevdiyi qulunu imtihana çəkər. Bir insan bilsə ki, bunun bəlaya, müsibətə düşər olması Allah Teala'dan nemətdir, o zaman qəm, kədərə qapılmayacaq. Çünki nəyə görə? Allah Teala sevdiyi qulunu imtihana çəkir ki, günahlardan təmizləsin. Səbr edəndən sonra ona ruzu qapısını açsın. Hətta şeytan məyus olsun. Bəzən günah insanı cənnətə aparmağa səbəb ola bilər. Deyirlər ki, necə ola bilər ki, günah səbəb olsun? Günahdan sonra tövbə edərsən, yəqinliklə, acizlə etiraf edərsən, bağışlanma diləyərsən, o bağışlanma dilənə görə cənnət əhli olarsan. Və ya Allah sənə bir imtihana çəkib, bu imtihana nemət gözünə baxarsan, səbirli olarsan, o imtihanını səbrinə görə Allah sənə cənnət əhli edər. İnsan bu məfhumunu müsəlmandan söhbət gedir, biz kafirdən danışmırıq. Əlhəmdülillah, hamımız müsəlmanıq. Bir müsəlman bu məfhumu, müsibət, qəm, kədər məfhumunu dəyişmədikcə, anlamadıqca xilas ola bilməyəcək. Birinci bilməlidir ki, İnnəllah idə əhəbbə qavmən ibtələhum. Allah Teala bir qövmü, bir insanı sevərsə, imtihana çəkər. Subhanallah. Baxın, xeyral xalq, ən xeyirli məxluq, o saffətil bəşər, bəşəriyyətin ən seçilmisi kim idi? Peyğəmbərlər. Əşəddün nəsi bələn. Allah Teala ən çox onları imtihana çəkib. Buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, əşəddün nəsi bələn, əl-ənbiyə, thumma salihun. Ən çox imtihana çəkilən kim? Peyğəmbərlər, sonra salihlər. Yəni bir insanın imtihanı, xəstəni imtihana çəkilib, yaxınını itirib, və ya bir sıxıntısı var, qəm, kədəri var, hüznü var, müsibət var. Bu bir imtihandır, bu bir nemətdir. Allah da səni bağışlayır. Subhanallah. Və öz dərgahında səni ucaldır. Baxın, bu məfhumun, bu anlayışı insan dəyişmədikcə xilas ola bilməyəcək qəm, kədərdən. Birinci bu. Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Məryəl Qibtiyyəni evlənəndə oğlu İbrahim dünyaya gəldi. İbrahimin ən gözəl vaxtında Allah Teala canını aldı. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə dedi? Bu imtihandır. Dedi ki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, mən Peyğəmbərəm, mənim evladım böyüməlidir. Yox. Nə dedi? Dedi Allah'ın inne lillahi ve inne ile raciun. Bizi Allah yaradı, Allah'a qaradacaq. Bir kəlmə dedi. Ey İbrahim, biz seninle ayrılmaya görə hüzün çəkirik. Təbii bir hüzün. Və Rabbimizin razı qaldığından başqa söz demirik. Neydi o? İnne lillahi ve inne ile raciun. Bizi Allah yaradıb və Allah dərgahına qayıdacaq.